Salam, hər vaxtınız xeyir olsun. Bugün 11-ci sinif buraxılış imtahanına düşən OTK-nın riyaziyyat suallarına baxırıq. Başlayaq 31-ci sualdan. ABC üçbucağında BH AC-yə perpendikulyardır və bucaq ABY bucağı bərabərdir bucaq YBC bucağı, eyni zamanda A bucağı 70 dərəcə və C bucağı 60 olarsa, bucaq HB yeni tapın. A bucağı 70 dərəcədir, yazıram 70 dərəcə, C bucağı 60 dərəcədir. Bucaq ABY bucağı, yəni bura bərabərdir bura. Onda bucaqlarının cəmindən 2 alfa topla 70 topla 60 bərabərdir 180-ə, 2 alfa bərabərdir 50-yə, alfa bərabərdir 25-ə. Alfa tapdıq 25. Onda Y bucağı olar 85 dərəcə. Bizdən də HBY bucağını burada yazsam beta, onda beta ilə də 85-in cəmi bərabərdir 90-a, onda beta da bərabərdir 5 dərəcə olar. Cavab D variantı. Keçək 32-ci suala. 15 üstən ədədin natural bölənlərinin sayı verilib, B-ni tapın. 15 üstün bərabərdir 3 üstün, vurulsun 5 üstünə. Üstləri toplayıb vururuq. N topla 1, vurulsun N topla 1, bərabərdir 25-ə. N topla 1-in kvadratı bərabərdir 5-in kvadratına. N topla 1 bərabərdir 5-ə, N də bərabərdir 4-ə. Cavab Y variantı. Keçdik 33-cü suala. 8-ci dərəcədən kökün altını mən kvadrat kimi yazıram. Kök altda 5 çıxılsın kök altda 3-ün kvadratıdır. Elə bu. Vurulsun 4-cü dərəcədən kök altda 5 topla kök altda 3-ə. Da bərabərdir. Bura verir 4-cü dərəcədən kök altda 5 çıxılsın kök altda 3. Vurulsun bir kökün altda yazıram. Kök altda 5 topla kök altda 3-ə. Da bərabərdir. 4-cü dərəcədən kökün altı kvadratlar fərqidir. Kök altda 5-in kvadratı çıxılsın kök altda 3-ün kvadratı, bu deyirlər 5 çıxılsın 3. Da bərabərdir 4-cü dərəcədən 2-yə. Cavab Y variantı. Keçək 34-cü suala. Euler-Venn diaqramına əsasən ştrixlənmiş hissə hansı çoxluğa uyğundur? Baxaq. Ştrixlənmiş hissə birinci hissə A ilə B-nin kəsişməsidir. İkinci hissədə A ilə C-nin kəsişməsidir. Bizə də ştrixlənmiş hissə ümumi şəkildə verir ki, B-dən çıxırıq A ilə C-nin birləşməsini. Baxaq, B-dən çıxırıq A ilə C-nin birləşməsi ümumi AC-dir. B-dən də çıxanda sadəcə ştrixlənmiş hissələr qalır. Cavab D variantı olar. 35-ci sual. Köklərindən biri 3-dür. Tənliyin digər kökünü tapın. Hər tərəf 2-yə bölsə x kvadrat çıxılsın n bölünsün 2x çıxılsın 4 onda 5 bərabərdir 0. x1 vurulsun x2 bərabərdir -4 onda 5-ə. x1-imiz 3-dür. Gətirib yerinə qoysa, onda 3x2 bərabərdir -4 onda 5-ə. x2 də bərabərdir -1 onda 5 olar. Cavab Y variantı. Keçdik 36-cı suala. 2 rəqəmli ədədin rəqəmlərinin cəmi 12-dir. Bəd edilən onluqlarını göstərən rəqəm təkliklərini göstərən rəqəmin 50%-nə bərabərdir. Onluqlarını göstərən ədəd təkliklərini göstərənin 50%-nə bərabərdir. Onda A bərabərdir 0 onda 5 B-yə. Gətirib yerinə qoysaq 1 onda 5 B bərabərdir 12-yə, B bərabərdir 8-ə, onda A da bərabər olar 4-ə. 2 rəqəmli ədədimiz olar 48. Cavab C variantı. 37. A nöqtəsindən çevrəyə AD və AE toxunulan ar çəkilmişdir. Bucaq DF Y bucağı 75 dərəcə olarsa, DA Y bucağını tapın, yəni alfanı tapın.
Bura 75 dərəcədirsə, onda bura 150 dərəcə olar. Alfa ilə 150 dərəcənin də cəmi 180 olduğundan alfada 30 dərəcə tapılır. Cavab C variantı. 38-ci suala baxaq. Yuxarıda A üstü 3 ortaqda A üstü 3 çıxarsam, A üstü 6 topla 1 verər. Aşağıda da bildiyimiz kimi müxtəsər vurma düsturdur. A kubu topla 1 bölünsün A kubu verir. Bərabərdir. Aşağıdan A üstü aşağının hər tərəfini A üstü 3'ə vursam, A üstü 6 topla A üstü 3 verər. Yuxarıda da A kubu A üstü 6 topla 1 bərabərdir. A üstü 3'ə vuranda burada 1 verir. Üzürlü sayın. Burada 1 verir. Onda bunlar ixtisar gedir. Cavab qalır A üstü 3. B variantı. Keçdik 39-cu suala. X çıxılsın 2 sayda işçi, onun 2 sahada görür. X çıxılsın 6 sayda işçi isə 18 sahada yerinə yetirir. İkisi tapın. Biz bildiyimiz kimi işçinin sayı artdıqca saat azalır. Yəni bunlar tərs mütənasib cəmiyyətlərdir. Onda 18 vurulsun 2 çıxılsın 6 bərabərdir. 12 vurulsun 2 çıxılsın 6. Hər tərəfini 6'ya bölsən burada qalar 3. 3x çıxılsın 18 bərabərdir. 4x çıxılsın 24. Bir tərəfə keçirsək x bərabər olar. X bərabər olar 24 çıxılsın. Bir dəqiqə yenidən baxaq. Hər tərəfi deməli x çıxar 12 sahada, x çıxılsın 6, 18 sahada yerinə yetirir. X'i tapın. Biz bildiyimiz kimi işçinin sayı artdıqca saat azalır. Yəni tərs mütənasibdir. Qarşılıqlı şəkildə vurduq. Bura 2 olur. Üzr istəyirəm. Hər tərəfini 6'ya bölsək. Burada qalır 3x çıxılsın 6 bərabərdir. 4x çıxılsın 2'yə. 3x çıxılsın 18 bərabər 4x çıxılsın 8'ə. X bərabərdir 18 çıxılsın 8 10'a. Cavab D variantı olar. Davam eləyək. Baxaq 40-cı suala. Birinci kəsimiz 1'in kvadratı çıxılsın 2'də 1'in kvadratı kimi yazsam və müxtəsər vurma düsturu ilə açsam. 1 çıxılsın 2'də 1 vurulsun 1 topla 2'də 1. Eyni zamanda ikinci 1 çıxılsın 3'də 1 1 topla 3'də 1. Eyni zamanda üçüncü 1 çıxılsın 4'də 1 1 topla 4'də 1 və s. Sonda da 1 çıxılsın 15'də 1 vurulsun 1 topla 15'də 1. Baxaq. Birinci 2'də 1 verər vurulsun. İkinci verər 2'də 3. Üçüncü verər 3'də 2. Dördüncü verər 3'də 4. Beşinci verər 4'də 3. Bura verər 4'də 5 və s. belə davam edir. Sonuncu da verər bizə 15'də 14 vurulsun 15'də 16. Baxaq. Bu ilə bu və s. bu şəkildə ixtisar gedər. Qalar birinci kəsir ilə sonuncu kəsir. Bunda 2'yə bölsək 15'də 8 alınır. Cavabımız A variantı olar. Keçək 41-ci suala. Şərt verilir A topla B cəminin müsbət qiymətini tapın. A topla B bərabərdir sual. Bunun hər tərəfini kvadrata yüksəltsəm A topla B'nin kvadratı bərabərdir. A kvadrat topla B kvadrat topla 2AB bərabərdir. Yerinə qoysam bu 34'dür. Topla 2 vurulsun 15.
da bərabərdir 34 topla 30. Verər 64. A topla B'nin kvadratı bərabərdir 64. Onda A topla B bərabərdir plus minus 8. Bizdən də müsbət qiymət istəyir. Onda A topla B bərabərdir 8 olar. Cavab Y variantı. Baxaq 42-ci suala. A, B, DY-yə paraleldir. Eyni zamanda BC də DF-ə paraleldir. Və ABC bucağı, ABC bucağı 110 dərəcə olarsa, YDF bucağı bu alfanı soruşur. Bunların uzantılarını çəksəm, bura olar 70 dərəcə, burada olar 70 dərəcə. Eyni zamanda bunların uzantısını çəksəm, bura 70 dərəcədirsə, onda burada 70 dərəcə olar. Qarşılıqlı bucaqlar olduğundan alfədə bərabərdir 70 olar. Cavab elə A variantı olar. Keçək 43-cü suala. A paraleldir B-yə. A, B, D bucağı. Bu bucaq 70 dərəcə olarsa, DC parçası BDY bucağını, BDY bucağını tənböləndir. Yəni, bura alfadırsa, burada alfadır. DCK bucağını, DCK buranı tapmağı soruşur. Bura bir dənə betdə yazıram, betdə bərabərdir sual. Aha. İki paralel düzxətt üçüncü ilə kəsəndə daxil çarpaz bucaqlar bərabərdir. 2 alfa bərabərdir 70-ə, alfa bərabərdir 35. Buranı tapdım 35 dərəcə. Bura 35 dərəcədirsə, eyni zamanda burada 35 dərəcədir. Onda beta ilə 35-in cəmi bərabərdir 180-ə. Daxili bir tərəfli bucaqlar olduğuna görə. Onda beta da bərabərdir 145 dərəcə olar. Cavab C variantı. 44-cü suala baxaq. ABC3 bucağında ABC bucağı 90 dərəcədir. BD də AC-yə perpendikulardır. AD-yə bir A yazsam, DC-yə bir B yazsam, BD-yə də bir H yazsam. A vurulsun, B vurulsun, H bərabərdir 125-dir. Digər tərəfdən H bərabərdir kök altında A vurulsun B-yə. Düz bucaq təpəsində betonuza çəkilmiş hündürlüyün düsturu. Buradan H kvadrat bərabərdir A vurulsun B-yə. Bizdən də H sorulur. A və B hasilinin əvəzinə H-ı qoysam, H kvadrat vurulsun H 125-ə, H kubu 125-ə, H da bərabərdir 5 olar. BD hündürlüyümüzün tapdıq 5. Cavab 5 olar. Keçək 45-ci suala. 10 detalı usta 3 günə hazırlayır. Onda bir günə bu hissəsini, şagird isə 5 günə hazırlayır. Bu hissəsini hazırlayır. Birlikdə neçə günə 560 detal hazırlayır. Günə də yazıram X. Bir günə bu qədər hazırlayır. X günə vurulsun. X topla 10 bölünsün 5X bərabər 560. 80X bölünsün 15 bərabərdir 560-a. 80X bərabərdir 560 vurulsun 15-ə. Hər tərəfin 80-ə bölsəm qalır 7. X də bərabərdir 105 olar. Deməli 105 günə ikisi birlikdə 560 detal hazırlaya bilər. Keçək 46-cı sualımıza. A və B çoxluqlar üçün A və B çoxluqlarını çəkirəm. Bura yazıram A, bura yazıram C, bura yazıram B. 3 vurulsun NA. 3 vurulsun A çoxluqlarında say. A ilə C-nin cəmi. Bərabərdir B ilə C-nin cəminə, B çoxluğuna. N A ilə B-nin fərqi. A ilə B-nin fərqi elə A verər. A 5 olar. B ilə A-nın fərqi də 19 olar. A ilə B-nin kəsişməsini, yəni C-nin bərabər sual. Gətirib yerinə qoysaq, 3 vurulsun 5 topla C bərabərdir 19 topla C. 15 topla 3C
bərabərdir 19 topla C-yə. Bir tərəfə keçirsəm 2C bərabərdir 4-ə, C də bərabərdir 2 olar. Deməli, A ilə B çoxluğunun kəsişməsində 2 element var. Cavab 2 olar. Keçək 47-ci suala. A topla B-nin kvadratı bərabər 4AB olarsa, A çıxı B topla 4 ifadəsinin qiymətini tapın. Müxtəsər vurma düsturu ilə açsaq. 4AB-ni keçirsək bu tərəfə. Bura yenidən bizə verər ifadənin fərqinin kvadratı bərabərdir 0. Kvadrat nə zaman 0 olur? Elə ifadə 0 olduqda. A ilə B-ni tapdıq 0. Gətirib yerinə qoysaq, onda 0 topla 4 bərabərdir 4 olar. Deməli, bu ifadənin qiyməti 4 olar. Cavab 4. Keçək 48-ci suala. 48-ci sualda yuxarıdan əvvəlcə kökaltdayıcı çıxartsam, 1 topla kökaltda 5. Çıxılsın. Buradan da kökaltdayıcını çıxartsam, 1 çıxılsın kökaltda 5. Məxrəci olduğu kimi saxlayıram. Vurulsun kökaltda 5, çıxılsın 1-ə. Bərabərdir. Ortaq vuruğu çıxardıram. 1 topla kökaltda 5 çıxartsam, onda qalır nə? Kökaltda 3, çıxılsın kökaltda 2. Eyni zamanda bölünsün kökaltda 3, çıxılsın kökaltda 2. Bunlar ixtisar gedər. Qalar bizdə. Kökaltda 5 topla 1, vurulsun kökaltda 5, çıxılsın 1. Bu da bizə kvadratlar fərqi verər. Verər 5, çıxılsın 1, bərabər 4. Cavab 4 olar. Davam eləyək, baxaq 49-cu suala. Aralarındakı məsafə 960 km olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya iki avtomobil yola düşdü. Onlardan birincisi bu yolun 6 saata, o biri isə 14 saata gedir. Görüşənə qədər birinci avtomobil nə qədər yol gedər? Birinci avtomobilin yazıram T1 16 saat. İkinci avtomobil yazıram T2 14 saat. Əvvəlcə bunların sürətini tapaq. V1 bərabər olar S bölünsün T1-ə. Yəni 960 bölünsün 16. Bu bizə verər 60 kilometr bölünsün saat. V2 də bərabərdir 960 bölünsün 14. Bu da bizə verər 68,57 kilometr bölünsün saat. İndi baxaq. İki avtomobil qarşı-qarşıya gəlir. Qarşı-qarşıya gəldikləri zaman onların sürətləri toplanır. Deməli, yekun sürətlər olur 60 topla 68,57. Bu da bizə verər 128,57 kilometr bölünsün saat. Sürətimiz var. Sürəti tapdıq. İndi bu iki avtomobil arasında görüşmə vaxtını tapaq. Onu necə eləyək? Yəni T-ni tapaq. S bölünsün V olar. 960'ı bölərəm 128,57'ye. Bu da bizə verər 7,47. Yekun zamanında tapdıq. Onda birinci avtomobilimiz S1 bərabərdir. V1 vurulsun T'yə. V1'imiz var bizim 60'dır. Sürəti tapmışıq. T'ni də tapdıq 7,47. Bu da bizə verər 448,2 kilometr. Cavab 448,2 kilometr olar. Keçək 50-ci suala baxaq. D düz xətti AB mərkəzli çevrələrə uyğun olaraq
C və D nöqtəsində toxunur. AC verilib, BD verilib, CD verilib. Bu çevrələr arasında ən qısa məsafəni tapaq. Çevrələr arasında ən qısa məsafə bu düz xətt olar. B'dən A'ya bir perpendikulyar indirsəm, onda bura 6-dırsa, burada 6 olar, yuxarı 10 olar. Aha, bu düz xəttdə elə CD-yə paralel olduğundan bura 24 olar. Nəticədə alarıq. AB-nin kvadratı bərabərdir. 10-un kvadratı üstə gəl 24-ün kvadratına. AB-nin kvadratı bərabər olar 100 topla 576. Bu da bizə verir 676. 676-dan da kök 26 çıxar. AB-nin uzunluğu 26 olar. Cavab 26. Keçək 51-ci suala. 180 kiloqram 20% duz məhluldan nə qədər su buxarlandırmaq lazımdır ki, məhlulun duzluğu 24% olsun. 180 əvvəlcə duzunu tapaq. Nə qədər duzdur? Bu bizə verər 36. 36 kiloqramı duzdur. Su buxarlandıqda ümumi məhluldan çıxılır. Yəni 180 çıxılsın, x tutaq ki, x qədər su buxarlandırılıb. X qədər su buxarlandırılıb. Duz dəyişmir. Onda bu şəkildə olar. Vurulsun 100 bərabərdir 24 olar. Buradan tənliyi həll eləsək, 36 vurulsun 100 bərabərdir 24 vurulsun 180 çıxılsın x-ə. Hər tərəfi 12-yə bölsəm 300 bərabərdir 360 çıxılsın 2x-ə. Buradan 2x bərabərdir 60-a, x də bərabərdir 30. Cavab 30 olar. Baxaq 52-ci suala. Perimetri 60 cm olan fiqurunda A, B, C, A, D, F, D, C, Y üçbucaqları bərabər tərəflidir. Aha. A yazsam. B, C yazsam. Buradan görünür ki, A bərabərdir B ilə C-nin cəmi. Digər tərəfdən perimetr yazsam. 3A, 3B, 3C bərabərdir 60-a. A topla B topla C bərabərdir 20-yə. Bizdən AC-nin uzunluğunu soruşur. Yəni A-nı tapmalıyıq. A bərabərdir sual. B topla C-nin əvəzinə qoysam 2A bərabərdir 20-yə. A da bərabərdir 10 tapılar. Cavab 10. Baxaq 53-cü suala. 80 nəfərlik bir qrupda X qəzetini oxuyanların sayı Y qəzetini oxuyanların sayının 4 mislinə, hər iki qəzeti oxuyanların sayı isə qəzet oxumayanların sayına bərabərdir. Yalnız X qəzetini oxuyanların sayını tapın. Aha, yazaq. Y qəzetini oxuyanların sayını. Y qəzetini oxuyanların sayını yazıram Y ilə. Hər ikisini oxuyanlar, hər ikisi oxuyanları yazıram A ilə. Onda X qəzetini oxuyanların sayı şərtdə verilib ki, Y oxuyanların 4 mislinə, yəni 4Y olar. Yalnız X oxuyanlar isə, X oxuyanlar 4Y-dən kəsişməni çıxmalıyam. 4Y çıxılsın A. Şəklimiz bu formadadır. Bu X-dir, bu Y-dir. Hər ikisi oxuyanlara yazıram A. Onda bura olar 4Y çıxılsın A. Burada olar Y. Aha. Bu şəkildə olar şəklimiz. Bizə deyir ki, 80 nəfərlik var. Eyni zamanda qəzet oxuyanların sayı isə oxumayanların sayına bərabərdir. Yəni A-ya bərabərdir. Onda toplam nəfər yazsaq,
Yalnız x, yani 4y çıxılsın a. Topla. Yalnız y, yani y. Topla. Hər ikisini oxuyanlar. A. Üzr istəyirəm. Yalnız y oxuyanlar y çıxılsın a olur da. Burada hər ikisini ortaqdır. Onda bura çıxılsın a. Üzərinə gəlinsin. Hər ikisini oxuyanlar. Bir də üzərinə gəlinsin. Əlavə oxumayanlar da var. A bərabər olar 80-ə. Buradan a'lar gedir, qalır. 5y bərabərdir 80-ə. Y bərabərdir 16. Y tapdım 16. X qəzetini oxuyanların sayı da Y-in 4 mislinə bərabər idi. Onda X-i oxuyanların sayı da 4y idi. O da olur 4 vuraq 16. Yəni 64 nəfər olar. Cavab 64. Baxaq 54-cü suala. A kvadrat topla B kvadrat bərabər 6AB olarsa, A topla B, A çıx B'nin qiymətini tapın. Şərtdə də verilib A böyük 0, B böyük 0. Aha, baxaq. Əvvəlcə bunun kvadrat şəklində yazsam, A topla B'nin kvadratı yazsam, onda bərabər olar. Burada üstə gəl 2AB-dir. Bu tərəfə keçirəndə çıxılsın 2AB olar. Tam aydın şəkildə yazaq. 6AB-ni keçirək digər tərəfə. Bərabərdir 0. Aha. Bu minus 6AB-nin 2AB-sini qoşsam, A çıx B-nin kvadratı olar, bərabər olar 4AB-yə. Aha, indi A topla B yaradaq. A topla B-nin kvadratı yaratsam, bərabərdir. Burada plus 2AB yaranır. Onu yox eləmək üçün minus 2AB yaradıram. Bu izə də keçirəndə olur 8AB. Aha, buradan A çıx B hər ikisinin müsbət olduğuna görə bərabərdir kök altda 4AB-yə. Buradan da A topla B bərabərdir kök altda 8AB-yə. Gətirib yerinə yazsam, A topla B bölünsün A çıx B. A topla B-nin əvəzinə yazsam kök altda 8AB bölünsün kök altda 4AB. Bu da bizə verər kök altda 2. Cavab kök altda 2 olar. Qonşu bucaqlardan birinin dərəcə ölçüsünün 3 misli, digərinin dərəcə ölçüsünün 2 mislinə bərabərdir. Qonşu bucaqların biri alfadır, biri betadır. 3 alfa bərabərdir 2 betadır deyir. Onda alfa bərabərdir 2k-ya, beta bərabərdir 3k olar. Bildiyimiz kimi qonşu bucaqların cəmi 180 dərəcədir. Gətirib yerinə qoysam 5k 180-ə. K bərabərdir 36 dərəcə. Onda alfa bərabərdir 2 vurulsun 36. 72 dərəcə. Beta da bərabərdir 3 vur 36. 108 dərəcə olar. Deməli, qonşu bucaqlardan biri 72 dərəcə, digər isə 108 dərəcə olar. Günlük bu qədər. Sağ olun, salamat qalın.